Davam edirik əziz tamaşaçılar. Hələ ki oyun başa çatmayıb indi. Aras Saatlı əks hücuma gedir. Və pressing. Aras Saatlı deyəsən keçən tur məğlub olub. Mənə elə gəlir, amma görək bu turda qələbə qazana biləcəkmi? Amma Mais Həsənovun yetirmələri birinci turda deməli Akstafa gənclərini məğlub eləmişdilər. 6-cı dəqiqə gedir. Və deyəsən izlənən oyuncu var. Siz də bizim YouTube kanalımıza abunə olun ki, sabah yəni Ağdaş Şirvan oyununa baxa biləsiniz. Deyəsən artıq 6-cı dəqiqədir. Və görək Aras Saatlının oyuncusunun vəziyyəti necə də ayağa durdu. Görək indiki vəziyyəti necə olacaq vəziyyəti. Artıq 6-cı dəqiqə başa çatır. 3-cü dəqiqədə Şeki City komandası hesabı açıb. Aras Saatlı indi cərimə yəni sərbəst atış vuracaq. Və artıq 7-ci dəqiqə başlayıb, hesab 1-0'dır. Pressing Aras Saatlı'nın heyətində oyuncu bərpa olunub. Prosta meydana girməsini gözləyirlər. Və artıq 7-ci dəqiqə başlayır. Daha doğrusu 7-ci dəqiqə ikonlaşır. Aras Saatlı Olimpiya stadionuna bağlanmışıq. Və 8-ci dəqiqə başlayır. Azərbaycan 2-ci liqasında son oyun günüdür bugün və sabahdan 5'in yarısından etibarən Ağdaş Şirvan oyununu sizə təqdim edəcəyik. Və deməli 8-ci dəqiqədəki gedir. İndi hələ ki Aras Saatlı pressing eləyə bilmir.